çarpmışam ki. Ne bileyim, kalktım yukarıya, o şeyi de dedim. Dedim belki oradan. Dedim ben sana yıkım olsa. Dedim ayısı. Qızlar, bir şeyi etiraf eləmək istəyirəm sizə. Mən bu ətri bugün açmamışam. Yanvarın səhv etmirəmsə ortaları idi. Mənə Mehdi sadəcə olaraq Adora girmişdi və bu ətri almışdı. O gətirən kimi mən dərhal açdım, çəkiliş etmədən açdım və çox biraz az istifadə eləmişdim. Və bu videonu elə çəkmişəm ki, sanki mən bu ətri təzə açıram. Sadəcə olaraq ətri açarkən bu aşağı hissəsini açmışdım və dözə bilmədim. Həmin anda video çəkə bilmədim. Orada biraz hiyləşdirdim, burasını açmadım. Çünki bilirdim ki, sonra videosunu çəkəcəm. Dedim, eyvə, səliqə ilə açaram, son qoyaram və yəni videosunu çəkərəm. Belə. Deməli, ətir, ümumiyyətlə, mən belə bir şey eşitmişəm ki, bir dəqiqə, mən belə bir şey eşitmişəm ki, balaca ölçüsü, balaca olan, bir dəqiqə, telefon fokuslansın, ölçüsü balaca olan ətirlər sanki qalıcılığı daha çox olur. Bilmirəm nə qədər doğrudur, məndə böyük ətirlər də olub, qalıcılığı da yaxşı olur. Mənə bunu hətta Adordakı qız dedi. Bu ətiri biraz vurmaq kifayət edir, çünki çox, mənə görə çox şirin ətirdir. Sanki elə bir yaz ətri kimidir. Ona görə bilmirəm, həm qışa da uyğunlaşır, amma daha çox elə bir yay ətridir də. Amma bir söz deyim, mənim ürəyim gedir qablaşma belə olarkən. Hətta stəkanları, çaşkaları da belə görünən olanda daha çox bəyənir, daha çox belə ləzzətlə içirəm. Qablaşma çox belə ürəyimcədir. Hətta şamları belə xoşlayıram ki, görünən olsun. Yeni məhsullar gəlib, baxın məhsullarıdır. Ürəyim partlayır, açmaq istəyirəm onları və video çəkəcəm indi birazdan sizlər üçün. Üzümdə olan makyajı təmizləyirəm. Ondan sonra bir dənə üzümə qəşəng baxım eləyəcəm. İlk öncə üzümü makyajdan təmizləməliyəm və micellarka var məndə, Bioderma.
mən istədim ki, bayaqları bir maska üzümdə çay içim. Sonra fikirləşdim ki, parça biraz ağır idi. Mən belə oturmamalıyam və ya da ki, üz aşağı baxmamalıyam telefona falan. Belə başımı yastığa qoydum, uzandım. Əyləndi və ya da ki, belə duranda, iş görəndə istər-istəməz o maskalar ağırlıq salır və üz düşməyə başlayır. Gecə vaxtı kafe içmək olmaz, amma mən bu gecəni yatmayacağım. Ona görə anamın verdiyi mənə bu çaşkada, yəni qəşəng kafe hazırladım. Deyəsən anam bunu bir alverçidən almışdı. Məni yadımda deyil, çoxdan almışdı bunu mənə hədiyyə olaraq ki, nə vaxt ayrı evin olar, onda yəni istifadə eləyərsən. Deyəsən 90 manat almışdı və Dubaydan deyəsən gətirilmişdi bu. Bu arada istəyirəm ki, çənə dolğusu eləmək istəyirəm. Bunları da istəyirəm götürüm. Belə qalın. Güzgünü mən təmizləmişdim, lakin qaranlıqda izlər qalıb. Ay da çox pis. Neyse, ilk öncə başlayırıq. Gözaltı. Məndə gözaltı üçün serum bitib. Serum da almalıyam özümə. Belədir. Bunun içində bax, qızıllara. Mən çox imkanlıyam. Bu başlığı çox qəşəngdir, incitmir. Məndə bir Kollagen firmasının başlığı var. Onda 3 dənə belə dəmirdən belə yumru şariklər var da. Mən onu vuranda gözümün altı elə bir ağrıdırdı. Bunu belə vururam, hiss eləmirəm. Sanki elə bir bundan daha rahat. Masaj eləmək olar gözaltı. Bilirsiniz də, gözaltı biraz həssas yerdir. Oranı diqqətlə, mənim kimi diqqətlə ehtiyatlı olmalıyıq. Bəlkə əl hərəkətləri eləmək olmaz. Bilirdim ki, çaydan, kofedən içəcəm. Birazdan gedim dişlərimi də yuyum. Sonunda oturub video düzəldəcəm. Belə. Qaldı nə? Neynəməliydim? Bu nahiyəni xüsusi qorumaq lazımdır. Çünki bura qat düşərsə, qırış düşərsə, buranı bərpa eləmək çətindir. Yalnız belə bilirəm ki, prosedurlarını həll etmək olar. Məsələn, üzə nəsə qırış düşərsə və s. Bir krem vasitələrindən, serum vasitələrindən bərpa eləmək olar, maskalarına falan. Amma bura çox çətindir. Ona görə buranı həmişə nəmli saxlamaq lazımdır və masajlar. Dişlərimi yuyub gəlirəm. Yeni bir gündən sizləri salamlayıram. Təzə saçlarımla balaca saçlar çıxır. Səhər tezdən getdim, yenilik elədim. Bilmirəm, belə mən demədən görüb hiss eləyərsinizmi? Bir dənə diqqətlə baxın, sizcə mən üzümdə nə eləmişəm? Əlbəttə ki, qaşlarımı aldım. Yəqin köhnə qaşlarımı xatırlayırsınız da, buralar məndə bütün tüküdür belə. Xoşlayırdım əvvəlki qaşlarımı, amma indi bu qaşları çox sevdim və özümə çox yaraşdırdım. Sanki elə bir üzüm açıldı, gözüm açıldı. Ayda, mən bu neçə vaxtda niyə qaşlarımı almamışam, bilmirəm. Neysə, belə. Belə görsənirəm. Amma doğrudan qaş almaq necə qəşəng yaraşırmış mənə. Of!
Çox bəyəndim özümü. Dünənləri çox gözəl üz baxımı eləyəndən sonra səhər bir dənə getdi. Səhər bir dənə qəşəng ayılmışdım. Üzüm bir dənə təravətli idi. Yəni həqiqətən üz baxımı çox önəmlidir. Sizə nə demək istəyirəm? Deməli, bura bir link yerləşdirəcəm. Siz o linkdən WhatsApp-a keçid edəcəksiniz və qrupdur və o qrupda mən də olacağam. Bu fabirlik məhsullarını, yəni kimdənsə sifariş verib, onlar da satarkən bilirsiniz də, üzərinə məbləğ qoyurlar. Elə sərf eləmir əlbəttə ki, yəni madəm ki siz sifariş edəcəksinizsə, zaten fabirlik şəhərin hər mərkəzində var. Rahatlıqla girib o linkdən istədiyinizi öz qiymətinə, hətta çoxlu endirimlər olur. Yəni bilirsiniz ki, mən illərdir fabirlikdən çox şeylər istifadə edirəm. Ev məhsulları olsun, təmizlik, üz baxım, yəni çox şeyi oradan istifadə edirəm. Yəni mən özüm də artıq həmin oradan sifarişlər edəcəm. Yəni görəcəksiniz, mən də həmin o qrupda olacağam. Sizləri bu qrupa dəvət eləyirəm. Sadəcə olaraq sizdən bu linkə keçid edib WhatsApp-da qrupda iştirak etməyinizdir və özünüz görəcəksiniz ki, endirimli məhsullar olacaq, yeni məhsullar və s. belə bir məlumatlar olacaq. Başqasına xeyir verməkdənsə elə özünüzə qalsın, öz cibinizdə qalsın bu pul. Yəni sadəcə olaraq o məhsulları öz qiymətinə və endirimli qiymətlərə alacaqsınız. Bir sözlə, bir dənə o linkə keçid edib WhatsApp-da qrupda iştirak eləməyinizdir. Mən isə səhər tezdəndən də həmin o məhsullardan istifadə elədim ki, mən zaten səhər axşam üz baxımı edirəm. Belə qaşlarım da ki, mənə belə ayrı gözəl göstərdi. Öpürəm sizləri, özünüzə yaxşı baxın, gələn vlogda görüşənə qədər. Keçin bu linkdən, gəlin WhatsApp-a, sizləri orada gözləyirəm.